gözəl və mühüm faydadır. Yəni fikirlərdən, rəylərdən uzaq olmaq üçün, düşüncələrdən, Allahın dininə hansı bir fikir gətirmək. Abdullah ibn Abbasdan gəlir ki, deyir ki, fikir bildirməkdən, rəy bildirməkdən çəkin, uzaq olun. Çünki Allah Subhanahu taala öz peyğəmbərinə nə deyir? Deyir ki, Allahın sənə göstərdiyi hökmlərlə insanlar arasında hökm ver. Və demədi ki, öz bildiyin kimi, öz düşündüyün kimi. Subhanallah, baxın, necə gözəl Allah tərəfindən ədəb və əmirdir ki, Allah Subhanahu taala Allah Rasuluna sallallahu əleyhi və səlləm deyir ki, Allahın sənə göstərdiyi hökmlə insanlar arasında hökm ver. Yəni öz ağlınla, öz fikrindən, öz düşüncənlə yox. Və şək yoxdur ki, Allah Rasulü sallallahu əleyhi və səlləm Allahdan təbliğ edən idi. Və bizim üzərimizdə də vacibdir ki, söz danışanda, nəsə deyəndə Allah və Rasulunun sözünü deməliyik. Başqa sözlərdən, mən belə düşünürəm, mən belə fikirləşirəm, bu alimin düşüncəsi belədir, filan alim belə deyir hədisə qarşı. Yəni, ona görə ən böyük ədəbdir. Ən gözəl ədəb və ən kamil ədəb qalə Allah və qalə Rasul. Allah dedi və Allah Rasul sallallahu aleyhi ve sellem. Bu sözləri unutmayın. Daima dilinizdə bu olsun.